Hər kəsə salam. Bugün sizlərlə 9-cu sinif buraxılış imtahanı modelinə uyğun şəkil təsvirinə baxırıq. Şəkil təsvirimiz 3 şəkildən ibarət olur və ən az 35 sözdən ibarət hekayə qurmalıyıq. Gəlin şəkillərə nəzər yetirək. Biz görürük ki, dərs mühitidir, şagirdlər dərsdədirlər. Sonra onlar ağacın üzərində balaca bir pişik görürlər. Müəllim, məsələn, mən həmin şəxsə müəllim adlandırıram. Və ona bir ad vermirəm. Obrazlara ad verməliyik çünki. Olsun, deyək ki, Miss Lucy, xanım Lucy. Buradan qeyd edeyim. Pişiyi xilas etmək qərarına gəlir, ağaca dırmaşır, onu xilas edir. Nəhayət pişik təhlükəsiz olur və bütün sinif birlikdə ətrafa toplaşır və xoşbəxt edilər. Nəzərinizə çatdırdım ki, hekayə quranda daha çox keçmiş sadə zamandan və keçmiş davam edici zamandan istifadə etməyi məsləhət bilirəm. Bu zaman həm hekayə qurmağa uyğundur, həm də cümlələri qurmaq daha rahat olur. Deməli, gəlin baxaq. Ən birinci biz baxmalıyıq ki, cümləmizdə hərəkət var, yoxsa yoxdur. Cümləmizdə hərəkət yoxdursa, biz to be feilindən istifadə edəcəyik. To be feili də təkdə was, cəmdə were olacaq. Və cümləyə şablon cümlə ilə başlayacağıq. Yəni, essaya şablon cümlə ilə başlayacağıq. Öz paragraf, daha doğrusu esse üçün hazırladığım PDF-i sizlərlə bölüşürəm. Deməli, obrazlara ad ver. Cümlə qurmaq qaydası, məncə çoxunuza tanışdır bu. Mübtəda, xəbər, tamamlıq, yer zərfi, zaman zərfi. Cümlələrdə hərəkət yoxdursa, to be yazacağıq və bağlayıcıdan istifadə etməliyik. Bağlayıcı üçün əgər hərəkətimiz qısa müddətli hərəkətdirsə, when bağlayıcısından sonra keçmiş sadə, mürəkkəb cümlədən söhbət gedir deyə iki tərəfi olur cümlədə. Digər tərəfdə uzun müddətli bir proses baş verirsə, keçmiş davam edici zaman forması yaza bilərik və ya while bağlayıcısı yaza bilərik ki, bu da artkən, ərkən deməkdir. Cümlənin hər iki tərəfində uzun müddətli hərəkət varsa, keçmiş davam edici zaman forması istifadə edə bilərik. Əgər biz cümlədə mürəkkəb cümlə formasında yazıb səbəb göstərmək istəyiriksə, because sözündən istifadə edə bilərik, çünki deməkdir. Nəticə bildirmək istəyiriksə, therefore və ya consequently sözündən istifadə edə bilərik ki, buna görə də nəticədə deməkdir. Və mən öz şagirdlərimə cümlələri keçmiş sadə zamanda yazmağı tövsiyə edirəm. Bunun üçün ən çox işlənən feillərin keçmiş sadə zamanlarını burada qeyd etmişəm. Bu siyahını artırmaq mümkündür. Və esseyə şablon cümlə ilə başlamağı tövsiyə edirəm. Gözəl günəşli gün idi, adi bir məktəb günü idi və s. Bu bizim esseyə başlamaq üçün ən asan üsulumuz, yadda qalan və kreativ, həm də söz sayını artıran bir üsuldur. İndi gəlin yazaq. It was, deməli, rəngi dəyişim. It was a beautiful Monday. Gözəl bir bazar ertəsi günü idi. Bir dəqiqə. Şəklin üstündə yazmalıydı. Aha. It was a beautiful Monday. The class, yəni sinif, was at C, gəlin yazaq, ingilis dili dərsindəydi. When the students, baxın, tələbələr içəridə olanda, şagirdlər içəridə olanda olmaq feili hərəkət yoxdur cümlədə. Keçmiş zamanda cəmdədir deyə students were yazdım. Were in the classroom. Suddenly, yəni qəflətən. They saw, onlar gördü. Görürsünüz, mübtəda xəbər. Cümlə quruluşunu izləyirəm. Keçmiş sadə zamanda qaydasız feil görmək, gördü. A little cat, balaca bir pişik gördülər. On the tree, ağacın üstündə. Xanıma gəlin ad verək, yazmışam, Miss Lucy. Miss subay xanımlar üçün istifadə olunur. İstəsəz, Mrs. də yaza bilərsiniz. Bu evli xanımlar üçündür. Miss Lucy decided to help the cat. Pişiyə kömək etməyə qərar verdi. Deməli,
sözü say bir dəqiqə. First sıra birdən söz ardıcıllıqla yazılır. First she climbed the tree. Birinci ağaca dırmaşdı. Then she took the cat down. Yəni götürüb aşağı qoymaqdır. Took down. Elə bir götürdü, ağacdan aşağı qoydu. Dəqiqə took the cat down. From the tree. Ağacdan pişiyi aşağı götürdü. From the tree carefully. Diqqətlə aşağı qoydu. Finally, cümləmizi bitirmək üçün, yəni essemizi nəhayət sözünü yaza bilərik. The cat was safe. Nəhayət pişik təhlükəsizdir. The students were next to it, yəni bunun yanındaydı. And all of them were happy. Deməli bu şəkildə. Qeyd etdim. Əgər siz başlanğıcda lap çətinlik çəkirsinizsə, gördüyünüz sözləri yaza bilərsiniz. Məsələn, mən Miss Lucy müəllimə yazdım. Students nə olardı burada? Şagirdlər. A green tree, yaşıl ağac, misal üçün. A little cat, balaca pişik. Bilirsiniz ki, article salibdən təqsimlərin qarşısında işlənir və burada sifət varsa, sifətin birinci səsinə baxırıq, samitdir deyə E yazırıq. Sonra happy, xoşbəxt. Təbii ki də. Classroom, sinif otağı. Elə birbaşa in the classroom da yaza bilərik. Yəni, sinif otağında. Bəli. Climb'də olacaq, deməli, dırmaşmaq. Bu şəkildə suallarınız varsa şərhdə qeyd edə bilərsiniz. Növbəti videoda görüşənədək. Sağ olun.